Ay Zeynəb, arvadlar var ki 80-90 yaşında. Deyir Zeynəb oxuyanda sümüklərim yerindən şıqqıldayır. Şairlər deyir ki, deyirəm, niyə yazmırsınız? Deyir də hamı yazır da. Biz nə yazaq? Fərq yoxdur. Şorla bala, yağa fərq yoxdur. Evə daha çox meyillisiniz. Evə çox meyilliyəm. Evə həddindən artıq meyilliyəm. Evdə nəyə tələbkarsınız? Çox tələbkaram evdə. Nəyə, evdə nəyə? Xoşlayıram ki, təmizlik olsun. Xoşlayıram ki, belə hərdən niyə görə əsəbləşirəm? Deyirəm, ay qız, mən bunu gördüm. Sən niyə görmürsən? Bax, bu düzdür, bu düzdür. Ha əlləşirlər, istəyirlər mən deyən kimi olsun, yenə də bir o müsəlmanın bir şey, o qəmbərqulu çıxartıram, o qəmbərqulu bir şeydən bir çıxartıram ki, bax, bu düzgündür. Ha, bax, bu pərdəni niyə belə ki? Bax, baxmamısan ona, görsən, o pərdə gerək belə düz olaydı, bu elə olaydı. Belə də, belə fikirlərim... Bezirlərmi sizin kaprizlərinizdən? Yox, o qədər mənə çox istəyirlər ki, onlar bezmirlər. Onlar axı bilirlər düz deyirəm. Bilirlər düz deyirəm. Düz deyirəm. Hirslənirəm, deyirəm ki, niyə mən görürəm, siz görmürsünüz? Uşaqlarınızla, həyat yoldaşınıza qulluq edəndə əsas hansı qulluğu rahat bilirsiniz? Yəni, ürəyinizcə olur onu özünüz eləməyiniz. Elə bir şey varmı ki, onu heç kimə etibar eləmirsiniz, ancaq özünüz eləyirsiniz? Mənim o həyat yoldaşım elə gözəl insandır ki, doğrudan o heç vaxt çox şeyləri mənə qıymır ki, mən ona qulluq eləyim, bunu eləyim, mən istəyirəm. Ancaq o deyir ki, axı bu qədər insan ola, sən otur, biraz oturaq, söhbət eləyik. O sizdə başa düşür? O başa düşür. Başa düşür. Çox yaxşı başa düşür. Nə vaxt sənətinizlə bağlı qadağalar qoyurdu sizə? Heç vaxt. Olmayıb belə bir şey ki, mənə desin ki, yox, bu belə. Elə olsaydı, mən onda yaşaya bilməzdim ki, axı. Sən bilirsən, hər şeyi mən bütün bu Zeynəb olmuşam ona görə ki, o qadağalar ki var, onsuz da özümə eləmişəm. Bu tərəfdən də o eləsə, o görür ki, bu qadağanı, o mənə demir ki, çıxma bayra. O mənə demir ki, balkona çıxmağa balma. O demir ki, gedib gəzmə. Bunları demir, özüm gedmirəm, xoşlamıram. Nə vaxt sizə desə, daha oxumayacaq Zeynəb, qadağan eləsə sizə, səhnəyə çıxmağı, oxumağı, nə edirdiniz? O mənim bir mahnım var, onu heç vaxt, onu bilirəm ki, onu heç vaxt, qadağa sözü yox, bizdə elə şey yoxdur. Mən onu çox belə geridə qalmışdıq, hesab eləyirəm. Ay, ərim məni qoymadı, ərim dedi ki, səhnəyə, sən əgər səhnədə düz olsun, ər də səni qoyacaq. Ər səni qoyacaq. 1000 dənə kişinin içinə də girəcəksən, çıxacaqsən, ər qoyacaq səni. Deməli, inam var ona görə. İnam var, ay sağ ol, inam var. O qədər o qadağalar var, özümə ki eləmişəm ha. Onu mənə inam nə atam deyib, nə anam deyib, nə... Bu içərimdən gəlib, özüm fikirləşmişəm ki, bax, mən görürəm də. Mən görürəm ki, bax, gördüklərim hamısı gözümün qabağındadır. Əgər desə Zeynəb xanım, birdən desə sizə səhnəyə çıxmağı qadağan eləyirəm, yaxşımayanda, mən bəlkə onun kobud variantını deyirəm, yəni desə ki, mən istəmirəm sən səhnəyə çıxasın. O məni elə ona görə, mənim bir mahnım vardı, Külək, Nəbi Xəzrin sözlərinə, Külək mahnısı, hamının xoşuna gəlir o mahnı. Külək, niyə belə əsirsən külək? Onu eşidib məni sevmişdi. Can Səlim, sözün üstünə gəlirsən. Sənə, yox, desə sənə ki, qadağa eləsə ki, oxuma. Bir vaxtda desə, sən neyniyərsən? Sən nə dedin? Mən deyirəm ki, o məni elə mahnıma görə sevib. O istəyir, mən ölənə qədər elə oxuyum da. Zeynəb xanım dedi ki, o deməyəcək, heç vaxt deməz. Bilirəm, deməz. Gördün, olamaz. Mən desəm sizə bir sözə inanarsınız, inanmayacaqsınız. Şəkilə ərə gedmişəm. Necə? Şəkilə ərə gedmişəm mən. Səlimlə həyat qurmuşam. Şəkilinə, mən onunla görüşə bilmərəm axı. Niyə? Hə? Niyə? Nə çıxdı demişəm baxdıma. Şəkilə, bax, heç kim ərə gedməyib, Şəkilə. Ola bilər, keçmişdə o ki, ataları qızlarını verərdilər, heç bilməzdi kimi.
Mən o formada olmuşam. Çox Bu yaşda mən misal üçün həyat qurmuşam. Şəklini göstər. Necə yəni mən gedib oğlanla görüşməliyəm. Ki nə var bu mənə alacaq. Axı bu artıq Zeynəb xanımlar və Neydi? adı var idi bu cür. Ondan sonra idi də. Olmaz da axı mən görüşməliyəm. Axı bunu ilə görüşmək üçün küçəyə çıxmalısan, mən küçəyə çıxam deyirəm. Həmişə ömür boyu qapalı. Bax bizim o yuxarı məhəlləyə gəldi çıxıb. O yuxarı məhəllədə bizimkilər hamısı çıxardı yuxarıda damımız vardı, dam. Qırdamlar olardı ya. Bildim. Onların üstündə yatardılar yorğan döşək. Ay, hayf o günlərdən, vallahi. Hayf o günlərdən. Samavar qoyardılar, pendir qoyardılar, qarpuz qoyardılar. Nə bilim, dam bunlar üçün bilsən nə idi? Villalar indi. Villalar belə gəldi, villalar belə getdi. O çörək qoyub yeyirdi. Açıq havada səma. Nə üçün həmişə deyirəm ki, başımda o qədər saç var idi, saçımı deyirəm küləklərlə qurudurdum damımızda. Bunu kitabıma da salmışam. Hə, bax, nə edirdim? Yəni dediniz, yəni yəqin ki, çıxmırdınız ki, sizi görsünlər də. Hə, ay sağ ol. Orada bunlar yatardılar yuxarıda. Mən girərdim içəridə, pərdələri çəkərdim, yatardım evdə. Necə yəni, mən yuxarıda yataram. Birdən üstüm açılar, məni görərlər. Gör, necə qapalı. Vallahi inan, Mehriban, bunu mənə nə atam deyib. Atam çox belə baxmayaraq, o neftçi olub da atam, savadsız adam olub. Və o deməyib bizə ki, qızım, bunu eləmək olar, bunu eləmək olmaz. Anam, bəlkə Allah, mən bayağı birinci başlayanda dedim ki, o Allah içəriyə ki girib, deyib sən belə olmalısan da. Bundan qırağa çıxa bilməmişəm.